Vallahi sizə bir məsələni deyəcəm. Bəzən olur ki, subhanallah, Allah subhanahu teala bilərəkdən öz qulunun səsini eşitmək üçün qul o qədər qafillik baş verir ki, bu hallar hasan baş verir? İnsanda arxanilaşma baş verir. Yemək olur, içmək olur, maşın, ev, eşik, hər şey var. Artıq bu vəziyyətdə insan dua edə bilmir, dua etmir daha doğrusu. Onda hər şey var axı. İnsan həcət sahibi olanda, ehtiyat sahibi olanda nədir? Dua edir, elə deyilmi? Bəzən olur ki, insan, subhanallah, elə vəziyyətə gəlib çatır ki, belə görsün, bir həftədir səcdə dua eləmir. Allah bu haldan qorusun. Vallahi, Allah bu haldan qorusun. Bir həftə səcdədə dua eləməmə bilsin nə demək? Bu o deməkdir ki, mənim heç nə ehtiyacım yoxdur. Subhanallah, hətta sən hər şeyin olsa belə. Sənin hidayətə ehtiyacın yoxdur. Bu yol üzərində sabit qalmaq ehtiyacın yoxdur. Nə badə, bizlərdən birimiz hər gün, ən azından sünnət namazlarında, ən azından bir dəfə də olsa belə Allaha dua etmək. Vallahi ki, dua müminin silahıdır. Allah subhanahu teala insanı bəzən elə hallara salır ki, onun səsini eşitmək istəyir.